Hə dostlar, artıq biz yoldayıq. İndi biz Dağlar kəndindən indi çıxmışıq. Təxminən olar bir 15 kilometr yol gəlmişik. Belə bir əraziyə gəlib çıxmışıq. Bu ərazi, bu yol. Vaxtı ilə erməni vandalları bax bu yolla vəhşdən gəlib bu yoldan keçərək deməli üzü yuxarı Dağlar kəndinə basqı edilmişlər. Bu yolu ermənilər başqa bir yol yoxdur. Bütün silah, sursat bu yoldan işləyirmiş. Deməli bu yolun bir yerində mən onu da qeyd edeyim ki, bir yeri dağıtmışmışlar kənd cəmaatı. Ancaq mən orada baxdım, həmin yeri deməli yoldaşlar deyir ki, sonra onu bərpa edib düzəldib, yenə də hücuma keçirmişlər. İndi belə bir möhtəşəm bir yerdə mən video çəkirəm. Bax, burada pir sayılır. Demək, cəmaat gəlib keçər, hər kəs burada bir balaca da olsun buranı ziyarət edir, sonra yoluna davam edir. İndi mən sizə meşə ərazisini göstərəcəm. Ancaq meşə ərazisini göstərməmişdən əvvəl bir balaca bəlkə siz nəsə deyəsiniz bu döyüş haqqında, döyüşü necə, ermənilərlə necə vuruşmusunuz. Elə bax bu yolda, bu yerdə bəlkə siz bir dənə söz deyəsiniz. Biz könüllü Əvvəlcə özünüzü qeyd edin. Qoçdaşlı Şəmşir Bəndaloğlu. Könüllü özü müdafiə dəstəsindəydik. Yəni bu yuxarıda Aydoğan yer deyilir. Aydoğan deyilir. Yəni hündür bir zirvədir. Orada Aydoğan'da elə bir ay çıxanda bəzirlənirdi. Oradan elə bir, yəni bizə tərəf boylanırdı. Onun adı qədimdən elə Dədə Babadan Aydoğan qalıb. Narılar kəndidir. Çıraqlıdır, hal-hazırda Təzə kənd qoyurlar. Alaqayadır. Taxtabaşıdır, Xallan taxtabaşısıdır. Canım sizə deyəsiniz, ağalardır. Bizim Kəlbəcər rayonundan çox bir ucqar yerdə yerləşir. Həm də yəni o vaxtı çox qarşılıqlı, elə silahımız da yox idi. O silahlarla biz əksəriyyətimiz silahlanmışdıq. Bu erməni vandallarda yəni bu məcbur idik. Ağdan bizə Kəlbəcərdən münasib idi alver gəlverə. Biz alveri gəlveri produktu Ağdamdan daşıyırdıq. Demək olar ki 2-3 gündən bir bax bu yolları biz kəfənimizi boynumuza doluyub gedib gəlirdik. Erməni işi ilə 45-50 kilometr erməni işi ilə gedirdik. Ta Sırxavəndin altına qədər erməni elə bir ərazisi idi. O hansı illər olubdu? O 88-dən düz 93-ə qədər də torpaqların işğalına qədər. Yəni maşınla səbət çeşmə deyilən yerdə, Vəngin özündən dəfələrlə silahlı dəstə düşüb dalımıza. Nədir, güllə boran eləyib, maşının kuzasına dəyib, güllə, təkərinə dəyib. Yəni başımıza çox hadisələr gəlib. Vaxtilə deməli Sırxavəndin altına gələndə o tərəfdən biz xeyli adamıq. Əməliyyatdan qız uşağı gəlirdi. Döyüş yoldaşım Nadir müəllimin qızı idi. Bakıdan göz əməliyyatından gəlirdi. Biz getdik. 3 döyüş yoldaşı Qoşqar qardaşımdır. Nadir müəllim Narışlardan, mən İsmixan müəllimin maşını ilə, şofer İsmixanın, zil 131 idi. Arvad da çox idi. Ağdamdan üzübəri götürdük. Gələndə Sırxavəndin altında deməli bir kardanı açdırırdıq, qabaq kardanı. Zil 131-də, yəni ağır maşını idi da, yüngül yeriməsi üçün. Dedim İsmixan, düş, kardanı bağla, 4 dənə boltdur da, yəni indi azğın ermənilər bizi ateşə tutar, ya qismətdir da. Arxana atar, qabaq çəkər, qabaq atar, arxa çəkər. İsmixan düşəndə maşının altında nə qədər ağ biçək, ağsaqqal, nə qədər arvad uşaq vardı həmin maşında bizlə bərabər. Biz silahsız idik da, yəni Rus komendaturası bizi yoxluyurdu dəfələrlə. Təpədən dırnağa ki, yəni heç nə deyə bilmirdik. Hökm ixtiyar sahibi idi onlar bizim torpaqda. İsmixan maşının altına düşdü, kardanı bağlaya, üstdən bir BTR gəldi. Böyük BTR'lərdən 2 motorlu. Nəsə saxladı, elə üzbə qarşı saxladılar, töküldülər. 7 nəfərdir, bir erməni mayorudur, geyimdə, polnu paranlı geyimdə. 6 Rus bayevkidir, branajilətdə tam silahlı. BTR tam belə hər tərəfli deməli, balaca çapılımdan belə, TŞK-dan belə. Nəsə gördüm Yeviçivlər tam hazırdılar. Deməli bu Dovşanlı körpüsü deyirik. Xan kəndinə gələn yolun üstündə postları vardı onların. Yeviçivlər orada BTR-in o nömrəsini də kraskalamışdılar. Ancaq mən yəni kəşfiyyatçı idim. Canım sizə desin, orada gördüm ki bunlar Yeviçiv hər tərəfli bizi aparıb erməniyə təhvil vermək istəyirlər.
Dedim bu BTR'in nömrəsini yadınızda saxlayın. Bu filan BTR'dir. Da nömrəsiyle dedim orada. Bir çiçeği bir çark koymuşam ben TikTok'ta orada demişim BTR'in de nömrəsi. Lazım gəlsə elə bir az seviyeden hardasa dövlət tərəfindən jurnalist araşdırmasında yəni kəsilişlə, metrası ilə, yeri ilə, santimetri ilə mən həmin hadisələri, həmin şahidləri yəni dururlar hamısı, həmin hadisə hal şahidləri. Bir nəfər cəmi rəhmət edib həmin hadisələri şahidindən. Mən yəni kəsilik gedə bilər. Dedim ki filan BTR'dir, yadınızda saxlayın. Hansımız sağ qalsaq, yəni Ağdam komendasiyasına məxsusdur. Ağdam komendasiyasında deməli komendant bir polkovnik idi. Mavinin podpolkovnik ağbaş bir kişidir qoca. Həmişə partinin formada, idman formasında gəzirdi. Da belə. Yəni o ərazini də fırlanmışdım da ümumi geniş formatda danışmıram oranı. Yani dedim bunları anlatacağım ki maşınımız xarabdır. Biz bu gece burada kalacağız. Sabah bir maşın darbalı uçak gelecek. Gelip bizi apararsınız. Ümumiyyətlə bunlara 80 rubl pul verdim. Dedim ki belə. Dediler Lazna'da net problem. Hiçbir problem yok. Səhərdən gelip sizi apararıq. Ümumi. Yani belə. Ancak özümüzkilere bildirdim ki yani bunlar bizi salamat boşlasa Haçinistroy'da da o vakti o Pavorot'ta, Meten Pavorot'ta asfalt dökülürdü. Katoklar var idi. Biz geçende. Dedim bunları izlemek lazım. Yani bu hesaptan geçmek olmaz. Bunlar bizi Ermeniye tevhid verecek. 5-6 para kentli alacağı. Yani ele silahımız yok, bir şeyimiz yok da yani budur. Bak yani düştük dallarına, ne bileyim ne kadar eziyetler çektik. Koramırken deməli milleti mən Xıdırlı kəndində çöktüm yere. Da maşından ki aralaşın, bizi kırmak istediler o yersiz yerlerde. Ben bunların içine gittim. Anam yüzünü başını cırdı elədi, ne bileyim ağladı. Kardeşim ağladı, gitme. Ben gitmeseydim alınmırdı. Ben orada subut eləmeli, biz Azerbaycanlıyız. Canım size desin, ben gittim. Maşın gelir, ses Davam elə, davam elə. He. Ben gittim bunların içine, ben gidende deməli 7'si de tökülüp iki xəndəyin arasında Koramış kəndinin altıydı bence. Xəndəydi, asfalt xəndəkdə keçirdi. Bunlar tökülüşüb yerə, ayıp olmasın, nəsə belə iş görürlər, yazı yazırlar asfaltda. Beynim elə dumanlandı ki, hansı mərtəbəli söyüş gəldi, mən söyürdüm onlara. Rus dilində, yəni tam təmiz Rus dilində söyürdüm. Sizlə karşı karşıya duranlar Ruslar idilər. 6 Rus, bir Ermeni mayoru. Rusların da zvaniyası bilinmir da, hamısı branjiletdə idi. Hə, aydındır. Deməli, məni belə halqa mərək elədilər ki, Tınas Abmanul da, yəni qrup sözlərlə deyirlər, mən çəkilişdə demək istəmirəm onları. Tınas Abmanul, ну хорошо, что ты сам пришел. Мы обещали за 15 тысяч долларов сегодня в Аскерском районе должны голову отрезать над могилой. Bu sənin başını deyir. Hə də, yəni məni aparmalılar. Yəni dedi hamımız aparmalıydıq. Yox, baş kəsməyə sizin başınızı kəsməyə. Bəli da, imeni sen aparacaq başını kəsməyə. Мы тебе не дотронем. Давай залезай на машину. Поехали da. Silkom тебе отдадим им. Canım sana desin, dedi allandıq biz ki sabah bir maşında kız gəlin gələcək. Addadım Kıdırcan da elə bir dostlarımıza verəcək ermənilərə. Sen belə bizi dayan neyse grup söhbətlə ancak özün gəlmirsən, bu gün baş gətirməlidir orada. Yəni səni aparacaq. Orada mən qayıtdım ki siz məni sağ tuta bilməyəcəksiniz. Dedilər biz sənin kimi dəli döydü, atacaq ayağından sağda tullayacaq maşına götürüb gələcək. Ancaq onlara söz vermişik ki kimi gətirsək salamat gətirəcək sizə. Dedim üçün. Hə, orada məndən çox belə məzə ilə danışdılar, ironiya ilə ki, Nadinyak, skolko vas tam derevni, 5-6 derevuşek, мы отдадим Nadinyak Garmiyanam, da yani duracağım. Neyse ben ancak söğüş dövdüm, yani bunlarla gruba danıştım. Onda gördüm boynumun dalından da bilmedim avtomat kundağıydı, neydi, ne meneydi. Yani 7 neferin içine geçmiştim ben. Əliyalın. Əliyalın, bəli, silahsız. Məndə inanın ki, məndə bir dənə makar silahı olsaydı, adi bir pistolet olsaydı, mən onun 7'sine de cevap verərdim. Mən yani şir ürəyi yeyib getmişdim ora. Yani belə ölüva getməmişdim. Mən bir Azərbaycanlı oğlu kimi getmişdim.
Dastoyni bir oğlan kimi getmişdim. Ben yani onlar heç ne diyemezdim ha. Yani namesli onlar atlayış ederdim. Ona göre ki onlar hem içmişti hem kaymıştı. Ama 7 neferden bir nefer gücü bir değildi. Tam silahlıydılar onlar. Sizi vurandan sonra ne oldu? Beni vurandan sonra elə bil ağlım getdi. Yani hele ki tam getmemişti. Üstünden gördüm böyle sol tarafından nəsə girdi bana. Bir de ben de erməniydi. Kışkırtı ki Krovin'in da ato sena budur sinecatsa. Da kıymet düşecek. Kan çıkartmak lazım değil. Da onlar adli da tam başımı gözümü ben özümden gittim. Hiss elədim ki ben elə bir yürürlükdəyim də yürürürəm belə. Kimsə məni yürür. Da ani moment gözümü açtım ki ben hardayım ben. Da elə bir ağıl gələndə başıma bir kəlmə onu dedim ki Stresli 12 БТР из Агзамовской комендатуры я повсюду сообщил, даже в Москве Генштаб знает. Bu söz deyəndə bir nəfər kimsə də, yəni belə qulağıma elə bir quyunun dibindən gəlirdi səs. Vaxtı, on nasabmanın maşını, Zil-31 maşından gəlirdik də. Maşını onu ratsiya. Начальство не знает о нашем договоре. Его выбросили на землю. Поехали в сторону Степанакерт, пусть они думают, поехали в сторону Аскеран, пусть они думают, что мы из Степанакерта, из гарнизона приехали, да? Нас не найдут. Выбросьте его. Elə məni sulladılar. Mən dedim ki, hər yerə xəbər vermişəm bu haqda ki, belə-belə. Yerli hakimiyyət, Moskvaya da xəbər verilib Geniştaba ki, belə. Yalandan, yəni ağlıma heylə gəldi. Məni sulladılar yolun qırağına. Da mən bir şeyləkdən sonra, özümə gələndən sonra mənim hardasa başım 200-300 kilo gəlirdi bana. Yəni bu gözüm də elə bir lət oldu, nə oldu? Yəni sağ qulağıma eşitmədiyi bilmirəm. Gönül başında da qəlpə yeri var, bəli, yarası var. Nəysə. Canım sizə desin, durdum bir tər, sürünə çıxdım bir Xıdırıya tərəf biraz pencəyimi soyundum, fırladım ki, gəlin də. Yəni qardaşım, anam oradaydı. Qardaşım deyər ki, erməni tutsa bu bizi çağırmaz da, gedək. Bunlar artıq əsgərlərə tərəf keçmişdilər. Mən o vəziyyətdə qoymadım. Gəldi Ağdamın başının üstündə Qarahaclı qəbristanlığı deyirlər. Yol altı üstü. Biri aşağı, biri üst yoluydu. Dedim elə burada fırla İsmixan. Dedi, bu gündə sən, dedim, yəni bu axıra getməlidir bu iş, ölsəm də. Dedim, gəlib keçəcəklər. Orada bizdən bir polis vazı gəldi, posta getdi, nə dedim, nə demədim, heç vinimaniya vermədi. Bir 10 dəqiqədən sonra BTR gəldi, çəkdi. BTR düz Ağdamda komendaturun qabağında bu fili dilədik BTR-ə. Həmin günü mən nə qədər orada, yəni Nadir müəllimlə keçdi içəri, ümumi çox danışmıram. Yəni o Bayevkin birini qaldırdı, komendant vurdu yerə başının üstünə, nə elədi, nə mən elədi. Dedim, siz bunu eləyən də, yəni andişi Klyanus Boga, yəni kurs edələr, mı ne kurs edələr. Daha bizim xəbərimiz yox idi. Dedim, mən də anlattım ki, bütün hər yerə, Mesni, Yulasdaşı, Bakı, nə bilim, hara bilir ki, siz bizim 5 kəndi verməksiniz Erməniyə. Daha heç kim gedə bilməmişdi də, orada elə raykomluğa mı, haramı da, yəni bu çöldə əlsiz, ayaqsız adamlar. Heç bir yerə xəbər verilmir. Hə, dedim ki, hər yerə xəbər verilib. BTR-in də nömrəsini kraskalattım, 412-ci BTR, həmən günü yerinə. Həmin ermənini də komandist BMP ilə, nə ilə dedim, cəhənnəm ol. Daha o komendanta dedim, polkovnika. Düz Nadir müəllim qorxub testi təpilirdi, ayağıma ki, bizi qırdım içərdə. Dedim, belə olmaz, yəni qırılmaq bundan yaxşıdır. Bu haqq hesab belə olmasaydı, səhərə bürüsünə bizim o 5 para kəndi verəsiydi erməniyə bu köpək uşağı. Yəni başımıza çox qəza qədər gəlib. Yəni həmin hadisə ilə mən bu 5 para kəndin belə sərif çıxmasın. Da erməniyə verilməsinin qarşısını aldım. 91-ci il idi məncə. Bax belə. Ancaq mən özüm istifad oldum. Hal-hazıra qədər də mənə heç, yəni adım Türkün məsəl filan dəftərdə də yoxdur. Mənim döyüş yoldaşlarım var, mənim komandirlərim var. Axt bağlanıb, icra bilir, millət bilir, hamımız bir-biri tanıyırıq. Biz Azərbaycanlıyıq. Bizə Kəlbəcər hərbi komissarlığı zulüm edib. Neçə nəfərimizə. Aydındır. Kimlər elə bilir, vəzifə dəyişib, nə edib, hamısı Türkün bizdən, Türkün məsəl bizdən məzə qılıb indiyə qədər. Nə qədər rəsmi müraciət eləmiş, nə edibmiş, hərbi biletlərimizi apardılar 3 nömrəli məktəbəci, qeydiyyat alacaq, sizə İsrail silahı gətirəcək, nə edəcək, o vaxtdan itibasa saldılar, arxivi də çıxartmadılar. Nə qədər, nə də əskər yoldaşlarımız var, döyüş yoldaşlarımız var, izdihat var, akt var, tələb var, bizi vecin alan yoxdur.
Mən bu boyda haqq hesab elədim. Əliyalın Beteyr üstə getdim. 7 nəfərin işinə. O 5 para kəndin təhvil verilməsini, bir maşın adamın təhvil verilməsinin qarşısını aldım həmin günü. Hə, bu qədər bax. Bəli. Bu döyüş yollarından Ne danışmışsan? Qanizadə verdi. Bəli, tərcih daşı. bu qədər Bu boyda İşğal- haqqı olmaz. Mən borcum işğal üstündə üzrəm. torpaqların işğal olmamışdan əvvəl bax Şəmşir müəllimin bu qədər döyüşdə iştirakı olubdu. Demək, bu yollardan mən göstərdiyim yenə də bu yol göstərirəm. Bu yoldur. Bu yoldur. Vəng Zağalar kənd arası. Demək bu bir uzun məsafədir. Bu yolda nə qədər bunların döyüş iştirakçıları olubdu, döyüşləri olubdu. Hələ onunla bərabər başında kəsmək istəyirmişlər. İndi Allahdan belə olan kimi, yəni elə bil ki, bəxti gətirib, yəni orada qurban getməyib, indi sağ-salamat qalıb. Yəni bu adamın sinəsi doludur, nə qədər danışsa da Mənim qurtarmır. yaşamağa evim də yoxdur. insan Yəni kimi. bura qədər Mən borcum bura qədər üstündəyəm, bütün mən əziyyətlə ailə yaşayır. də qura bilmədim. Heç bir yerdə də heç bir qeydiyyat alınmayıb. Yəni ki, almırlar. Belə ki, almırlar. İdarəyə getsə də, yəni sayən yoxdur. Hadisə şahidlərinə gəlin bir nəfər Hüseyn kişi var, o rəhmətə gedib. Qalan o körpə uşaq da sağdır. Allah can sağ versin. Binədə yaşayır. Binə savxozda yaşayır. Onu da getib tapmışam. Bu boyda mən haqsızlıqlarla üzləşmişəm indiyə qədər. Döyüş Camaatçılarla yoldaşları- Teşəkkür erməyə tərəf gedib, mən Əliyalın getmişəm o ermənin üstünə. Döyüş yoldaşları hamısı sağdır. Sübut var ki, bu adam döyüşdə olub, hansı Atma var. yerdə döyüşüb. Akt var. Özü də həm də qabaqda gedən döyüşlərdən biri olubdu. Əliyalın BMP-nin üstünə gedib, BTR üstünə gedib. Həm də ermənilərlə birbaşa qarşı-qarşıya. İndi mən sizə üstəgəl göstərib ki, bax bu meşə nə qədər dərin meşədir. Ermənilər hər vaxt deyir burada, yəni puskuda dururmuş. Mən sizə biraz yuxarı çıxım, meşənin dərinliyini göstərim. Bu yol boyu burada gələn gedəni həm güllə boran verilmişlər, şəhid verənlər, şəhid olanlar da çox olub. Yəni bu yolda bunların Zağalar kəndinin üstəgəl yenə qonşu kəndlər var. Onların etkiləri çox olub. Çox olub, yol boyu mən çəkmədim, ancaq hər yerdə onların öldüyü, şəhid olduğu yerlər nişanalı olaraq qalır. Yəni onları unutmayıblar. Həmin yerlər nişanalıdır. Mən də sizə bax biraz da yuxarı qalxıram. Göstərdim ki, görün bu yol boyu meşə uzanır düz. Həmin kəndin ərazisi, həm də oradan da biraz aralı. Bütün yerlər hamısı bax belə dərin meşəlikdir. Bir neçə yerdə də mən erməni postları gördüm. Erməni postu da var. Həm də yolları Zağalar kənd cəmaatı dağıdırmış. Ancaq bunlar özləri yenə bərpa edilmişlər ki, bu yoldan gəlib keçsinlər.